Böyük Britaniyada Beynəlxalq Pələng günündə nəsli kəsilmək təhlükəsi altında olan amur pələnglərinin mühafizəsi ilə bağlı sevindirici xəbərlər açıqlanıb. Longleat Safari Parkında 2 amur pələngi balası dünyaya gəlib. Park rəhbərliyinin məlumatına görə balalar 2 həftəlikdir və sağlam inkişaf edirlər. Balalar hələlik ictimaiyyətə nümayiş etdirilmir. Onlar peyvənd olduqdan sonra ilk dəfə ziyarətçilərin qarşısına çıxarılacaq. Hazırda Longleat Safari Parkında ümumilikdə 7 amur pələngi yaşayır ki, bu da Böyük Britaniyada ən böyük amur pələngi ailəsi hesab olunur. Ölkənin digər 2 heyvan mühafizə mərkəzi, Kentdəki Big Cat Sanctuary-də Beynəlxalq Pələng günü münasibəti ilə yeni pələnglərin mühafizəsi mərkəzinin yaradılacağını elan edib. 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan kompleks beynəlxalq çoxalma proqramına qoşulacaq və gələcəkdə amur pələnglərinin sayının artırılmasına xidmət edəcək. Pələnglər dünyada nəsli ən çox təhlükə altında olan iri pişik növlərindən biridir. Arxamda gördüyünüz Luka adlı pələngin aid olduğu növdən vəhşi təbiətdə cəmi 500-ə yaxın fərd qalıb. Buna görə də bu yeni məkanın yaradılması, mühafizə işləri və nəsli kəsilməkdə olan növlərin çoxaldılması proqramı üçün son dərəcə vacib olacaq. Mütəxəssislərin sözlərinə görə dünyada vəhşi təbiətdə cəmi 500-ə yaxın amur pələngi qalıb. Ümumilikdə isə bütün pələng növlərinin sayı 4500-5600 arası qiymətləndirilir. Yaşayış mühitinin məhv edilməsi, qanunsuz ov və insan vəhşi təbiət qarşı durması bu nadir növ üçün əsas təhlükələr olaraq qalır. Mühafizəçilər hesab edirlər ki, çoxalma proqramları və genetik müxtəlifliyin qorunması gələcəkdə amur pələnglərinin yenidən təbii yaşayış mühitinə qaytarılması üçün mühüm rol oynaya bilər.